10 iyun 2025-ci il tarixində Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4.5 bal gücündə zəlzələ baş verib. AFAD-ın məlumatına görə yeraltı təkanlar yerin 7 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunaraq əhalidə narahatlıq yaradıb. News 24 müsavata istinadla xəbər verir ki, zəlzələdən sonra Türkiyəli məşhur seysmolog Professor Naci Görür rəsmi X hesabında bölgə ilə bağlı önəmli açıqlama verib. O bildirib ki, son vaxtlar Karakoca, Yemişli, Eyrilər ərazilərində 4 bal ətrafında bir neçə zəlzələ baş verib. Son zəlzələ isə Eyrilər Simav arasında qeydə alınıb. Zəlzələyə davamlı yaşayan yerləri tələb edilməlidir. Görür paylaşımında xüsusilə bir məsələyə diqqət çəkib. O bildirib ki, zəlzələyə davamlı yaşayış sahələri tələb edilməlidir. O bölgədəki aktiv fay xəttləri səbəbilə bu kimi təkanların davam edilə biləcəyini vurğulayıb və yerli hakimiyyəti zəlzələ təhlükəsinə qarşı planlı və ciddi addımlar atmağa çağırıb. Dağıntı yoxdur, lakin hazırda zəlzələ nəticəsində ciddi dağıntı və ya insan itkisi barədə məlumat yoxdur. Lakin bölgədəki seysmik aktivlik nəzərə alınaraq, mütəxəssislər yaxın günlərdə əlavə yeraltı təkanların ola biləcəyi barədə xəbərdarlıq edirlər. Əhali isə diqqətli və hazırlıqlı olmağa çağırılır.